Deməli belə, deyir ki, bucağı 30 dərəcə olan paralleqramın paralleqram deyirsə, bura AA deyəcəm, bunları B deyəcəm. Perimetr 18-dir. 2 vurulsun. A üstə gəlsin B bərabərdə 18-dir. Oradan alıram. A üstə gəl B bərabərdə 9-dur. Deyir ki, sahəsi 6-dır. Paralleqramın sahə düsturlarından biri AB sinus alfadır. Yazıram. AB sinus alfa bərabərdə 6-ya. 30 dərəcə verdiyinə görə olacaq AB vurulsun. Sinus 30'da 2 dəvr alır. Oradan da AB'ni alıram 12. Deyir ki, xarici oblastında olmaqla tərəfləri paralleqramın tərəflərinə kongruent və tərəfləri üzərində qurulmuş kvadratların sahələri cəmini tapır. Bu nə deməkdir? B tərəfi üzərində qurulmuş kvadrat, tərəfi B-dirsə sahəsi nə olacaq? B kvadrat. Bu yuxarıda varsa aşağıda da eynis olur. Düzdürmü? Bütün tərəflər üzərində qurulub. Buradakı B kvadratdırsa, buradakı da B kvadrat olacaq. Olacaq 2B kvadrat. Plus, bunda üzərində qurulmuş. Olur sizdə sahəsi A kvadrat. A kvadratsa buradakı da A kvadrat olur. Olacaq 2A kvadrat. 2'ni çıxardıram. A kvadrat üstəcə B kvadrat üstürü ilə atıram. A üstəcə B'nin kvadratı çıx 2AB. Deməli belə. Olacaq 2 vurulsun. 9'un kvadratı 81. Çıxılsın 24. 81'den 24 çıxanı neçə eləyir? Başmışlar deyim. 63. Dəqiq. 81'den neçə çıxanda? 81'den 24 çıxanda. 114. Hədər. Çıxıb 2'ye vurdu. Deməli, baxırıq 52. Daha doğrusu ikinci misal haqqında. Deyir ki, trapesiyalar, rombun hündürlükləri və sahələri bərabərdir. Trapesiyanın oturacaqları 2 və 8 olursa rombun perimetrini tapın. Və diqqətlə qulaq asın. Trapesiyanın sahəsi bizdə tapılır. A üstə gəl 1 bölü 2 vur H-la. Yazıram 2 üstə gəl 8 bölü 2 vur H. Neçə alıram? 5H. Düzdürmü? Əgər deyirsə rombun sahəsi ilə trapesiyanın sahəsi və hündürlüyü bərabərdir, deməli H eyni qalır. 5H bərabərdir. Rombun sahəsi tapılır A vur H-la. H-lar eyni deyil, ixtisar gedir. Şərtdə verib ki, romb və trapesiyanın sahələri bərabər. Oradan A-nı alıram 5. Sizdən rombun perimetrini istəyir. 4'ü 5'e vuram, cavab olacaq 20. Sonra 5-ci misal, 3-cü misal tipi. Rombun diagonalları 3 və 4 ədədlərlə mütənasiblidir. Deməli D1 3K'dır, D2 4K'dır. Sahəsi 150'dir. Sahə tapılır 2D1, D1, D2 ilə. Bərabərdir 150. Bunlar gedir. Olacaq 6K kvadratı 150, K kvadrat 25, K'nı alıram 5. Deyir diagonalını tapan kiçik diagonal. D1 də 3K olduğuna görə 3'ü 5'e vuram, cavab olacaq 15. 42, yəni 5-ci, 4-cü. Və bundan 11'lərə gəlib, sizə də gələ bilər. Gətirmən baxın. Bu il gəlir özlər, ikinci zonaya. Deməli, düz bucaqların sahəsini istəyir. Diqqətlə qulaq asırsınız mənə. Bax, buradan bu çəkilməsəydi, 12 olaraq bütöv versəydi, yazardım hündürlüyün kvadratı bərabərdir proyeksiyaların hasili. Prosta həm burada dayanıb, həm də burada dayanıb. Yəni bu hissəni verib sənə 12. Deməli, buraya x desəm, burada nə olacaq məndə? X olacaq. Bizdə hündürlüyün kvadratı bərabər idi proyeksiyaların hasili. Olacaq 8'in kvadratı bərabərdir. X vurulsun. Bu bütöv nədir? 12 üstə gəl x. Razısınız? Hündürlüyün kvadratı olurdu proyeksiyaların hasili. Bu 64'dür. 64 bərabərdir. X vur 12 üstə gəl x. 64'da 4 vur 16'dır. Deməli, x neçədir? 4. X'lərin yerinə 4 qoyanda. Bura 4'dür. Bu da 12 ilə 4 toplayıram 16. Bura option neçə oldu bizdə? 20. Düz bucaqlığın sahəsi də DH'deydi. Olacaq 8 vurulsun 20. Cavab olacaq 160. Sonra Çevrə ilə eyni şeydir, demək. çevrə nə o? Çevrədə də şey olmuyor. Çevrə.
Yapıldı. Üçgenlerle toplamlardan. Yox, ondan eyni. 38, yəni 5-ci sonuncu. Bundan o gün də izah eləmişdim. Bu sualdan aşırı şübhələnirəm. Pifagordan buranı 5 alırsınız. Şərtdə verib ki, BK bərabərdir 2SY. Buna x desəm, BK olacaq bizdə 2x. Və sizdən düz buzaqlının sahəsini istəyir. Deməli belə. O düz buzaqlı olduğuna görə bura bizdə 90 dərəcədir. Bura alfa desəz, çarpaz olaraq burada alfa. Onda bura bir beta desək, burada bir beta olacaq. Alıram ki, bu üç buzağa oxşardır. İndi baxın. 3x aşağı olacaq 3 üstəgəl x. Video izahını 60 aldığım salın, şübhələnirəm aşırı dərəcədə. Burada alfanın qabağı 2x-dir. Burada alfanın qabağı 4-dür. Burada 90'ın qabağı 3 üstəgəl x-dir. Burada 90'ın qabağı 5-dir. 12 üstəgəlsin 4x bərabərdə 10x-ə. Alıram 6x bərabərdə 12-ə, x alıram 2. Onda burada olacaq 5. Düz buzaqlının sayısı da 4 vur 5'dir. Cavab olacaq 20. Əsl gələ biləcək sualdır.